Siz heç bilirsiniz bu hökumət bizim xalqı necə idarə eləyir? Siz heç bilirsiniz bu hökumət bizim millətin beynini necə yuyur? Bu videoya baxın və deputat Fazil Mustafanın sözlərinə diqqətlə qulaq asın. Sonra isə davamı olacaq. Bugün Azərbaycan dövlətinin qarşısında duran əsas məsələ prioritet, demokratiya prioriteti deyil. Təhlükəsizlik prioritetidir. Bunu vətəndaşın qanına yeritməliyik. Çünki vətəndaşa hər gün Livanı göstərməliyik, vətəndaşa hər gün Fələstini göstərməliyik. Deməliyik ki, baxın, Fələstində indi get seçki keçir. Arzuladığın demokratik seçkiyin keçir. Livanda get arzuladığın demokratik, İranda arzuladığın demokratik seçkiyin keçir. Nə olacaqdır? Ona görə də biz cəmiyyəti buna biraz alışdırmalıyıq, buna öyrətməliyik. Bəzən də çığıra-çığıra da olsa, təkidlə olsa, qətiyyətlə, zorakılıqla olsa bəzən qəbul etdirməliyik ki, biz bu mərhələni bu cür keçməliyik. Bu mərhələni başqa cür keçid yolu ölkənin bəndinin, bərəsinin boşalması deməkdir. Atın qayışının boşalması deməkdir. Eşitdinizmi? Başıboş deputat Fazil Mustafa nə deyir? O deyir ki, bizə demokratiya lazım deyil. Biz Azərbaycan xalqına ancaq Suriyanı, Liviyanı, Fələstini göstərməliyik ki, cəmaatın gözü qorxsun və bu indiki hökumətə şükür eləsin. Bax, bu bir siyasətdir. İnsanların beyinlərini bax beləcə yuyurlar. O darmadağın ölkələri göstərirlər ki, biz indiki hökumətə şükür eləyək. Niyə Fazil Mustafa demir ki, gəlin bu cəmaata Almaniyanı, İsveçrəni, Norveçi, Amerikanı göstərək? Niyə? Çünki onlar istəyirlər ki, bu ölkədə ancaq qullar yetişsin. Cəmaatın gözü qorxulu olsun, mumsun, sakit dayansın və şükür eləsin. Bax, bu bir siyasətdir. Fazil Mustafa kimlər heç vaxt deməz ki, gəlin bu cəmaata İsveçrəni, Norveçi, Almaniyanı, Amerikanı göstərək. Çünki bu onlara sərf eləmir. Fazil Mustafa çünki bilir ki, o zaman cəmaatın gözü açılacaq. O zaman cəmaat etiraz eləyəcək, haqlarını tələb eləyəcək və bu saxtakarların iynəsini vuracaq. Bunu vətəndaşın qanına yeritməliyik. Çünki vətəndaşa hər gün Livanı göstərməliyik, vətəndaşa hər gün Fələstini göstərməliyik. Deməliyik ki, baxın, Fələstində indi get seçki keçir.